Diktatorların taleyində təkrarlanan hadisələr var və bu təkrarlanan hadisələrdən biri də bu diktatoranın çökməsi və diktatorun ölkəni tərk etməyə məcbur olmasıdır. Bu, xüsusən son 10 illiklərdə təkrar biz bu mənzərələri seyr edirik. Diktatoraların çökməsi, diktatorun ölkədən tələm-tələsik qaçması, diktatorun heykəllərinin darmadağın edilməsi və s. və s. Çox təəssüf ki, bu digərlərinə dərs olmur. Elə hər biri elə düşünürlər ki, onlar fərqlidirlər. O ki, qaldı onların topladığı sərvət məsələsinə. Çox maraqlı sual verirsiniz və haqlı sual verirsiniz və milyardlarla, 10 milyardlarla pul yığırlar bu diktatorlar, sərvət toplayırlar və qəribədir ki, daim qərblə konfliktdə olsalar da, qərb haqqında yekə danışsalar da, sərvətlərini əsasən qərbin banklarında, qərbin maliyyə mərkəzlərində saxlamağa üstünlük verirlər. Həm etibarlılıq baxımından, həm istifadə etmək imkanları baxımından. Və sonra da özləri çökəndən sonra o pulların taleyi sual altında qalır. Əvvəla o banklar bir qayda olaraq özəl banklar olur və özəl banklara qoyulan pulların, sərvətin taleyi ilə bağlı qərarların qəbul edilməsi hər hansı bir şərtə bağlanmır ki, diktator öldükdə yaxud qaçdıqda onun sərvəti onun xalqına geri qaytarılmalıdır. Belə bir müddəa görünür, həmin sənədlərdə, müqavillərdə olmur. Digər tərəfdən bu pul beynəlxalq münasibətlərin mövzusuna çevrilir. Yəni, təbii ki, banklar nə qədər özəl olsa da, müstəqil olsa da, o bankların olduğu ölkələrdəki mövcud hakimiyyətlər, mövcud elitalar həm o pulların öz dövlətlərinin maraqları üçün istifadə olunmasında maraqlı olurlar. Hətta özəl bankda olsa da həmin dövlətin maliyyə sisteminə daxil olan bir dəyər kimi istifadə olunmasına tərəfdar olurlar. Həm də ki, o pullardan bir bazarlıq mövzusu kimi istifadə olunur. Bu da dəfələrlə təkrarlanıbdır. Məsələn, 1979-cu ildə İran şahı Məhəmməd Rza Pəhləvinin çöküşündən sonra onun milyardlarla pulu Amerika Birləşmiş Ştatlarının banklarında qalmışdı və yeni hakimiyyət, İrandakı yeni hakimiyyət o pulları geri tələb edirdi. Amma Amerika Birləşmiş Ştatları da o pulları verməyə heç bir maraq göstərmirdi və onu eyni zamanda İrandakı hakimiyyətin davranışına bağlayırdı ki, hansı şərtlərdə hansı hissə qaytarıla bilər və s. və s. Yəni, bu bir gerçəklikdir ki, diktatorların çöküşündən sonra onların uğurladığı pullar, onların yerləşdirdiyi ölkələrin bankları və hakimiyyətləri, siyasi elitaları tərəfindən həm sərvət kimi, həm də ki, beynəlxalq bazarlığın bir elementi kimi istifadə olunur. Bax, bu da həmin o diktatorların öz xalqlarına, öz ölkələrinə 10 illərlə vurduğu zərbələrin, ziyanların daha bir çox böyük bir hissəsi kimi ortaya çıxır. Ümumiyyətlə, bunların hər hansı bir beynəlxalq qanunda ifadə olunurmu ki, bu vəsaitlər geri qaytarılmalıdır xalqlara, yoxsa elə bir qanun yoxdur? Yəni, bu saat belə qəfildən bir sual verəndə mənim yadıma düşmür ki, elə birbaşa bir qanun var, yoxsa yox. Məncə, ümumi bir, bütün situasiyaları əhatə edən bir qanun yoxdur. Korrupsiya qarşı mübarizə haqqında son 10 illiklərdə Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniyada, bəzi başqa ölkələrdə müəyyən qanunlar qəbul edilməkdədir və hər hansı bir pulların çirkli mənşəyi ortaya çıxanda onlar haqqında söhbət başlayır, mövzu başlayır. Amma orada da o pulların birbaşa xalqa qaytarılması haqqında müddəa sözü doğrusu mənim yadımda deyil ki, birbaşa yazılmış olsun və birbaşa əməl edilmiş olsun. Buna %100 eyni situasiya olmasa da hazırda bilirsiniz ki,
Ukraynaya qarşı cinayətkar savaş aparan Rusiyanın xeyli sərvəti beynəlxalq birliyin nəzarətindədir, müxtəlif maliyyə mərkəzlərində, banklarda, hesablardadır və Avropada, Amerika Birləşmiş Ştatlarında diskusiya gedir ki, həmin pullar birbaşa Ukrayna xalqına verilsin. Bəzən də belə şərtləşirlər ki, həmin pullardan istifadə olunur və həmin pulların gətirdiyi gəlirin bir hissəsi Ukrayna xalqına, Ukrayna dövlətinə verilir. Yəni, bu cür diskusiyalar, bu cür söhbətlər, üsullar var. Ancaq sözün açığı mən birbaşa müddəa yadımda deyil ki, hansısa diktator çökəcəksə, onun oğurladığı pulları müvafiq ölkələr və banklar həmin ölkəyə qaytarsın. Bilirsiniz, nəzəri cəhətdən hər şey aydındır ki, bu pul oğurluqdur, bu pulun %99-u, bəlkə də daha çoxu həmin ölkədəki sərvətlərdən, xalqın əməyindən oğurlanmış, mənimsənilmiş pullardır. Ancaq beynəlxalq hüquqda və məhkəmə hüququnda sübut olunmamış hər hansı bir məsələni hökmlə dəyərləndirmək o qədər də qəbul olunmuyubdur və böyük miqdarda pullar varsa və bu mütləq filan xalqa, filan ölkəyə qaytarılmalıdır müddəası, yenə deyirəm, tam yadımda deyil, ancaq mən xatırlamıram. Ümumiyyətlə, İsa bəy, çox maraqlı